Başqa bir bəhs nədir? Bizə ittiham vururlar, töhmət vururlar. Deyirlər ki, siz qabağınıza möhür qoyursunuz, torpaq qoyursunuz, siz Allaha yox, nauzubillah, möhürə pərəstiş edirsiniz, möhürə boyun əyirsiniz. Ən acı və ən alçaq ittiham, töhmət budur. Kimsə desəydi ki, sizin namazınız batildir, sizin səcdəniz batildir, müəyyən qədər deyərdi, sizin fikriniz əsasən bizim səcdəmiz, alnımız batildir, namazımız batildir. Amma bizə ittiham vurmaq ki, namazda sən torpağı qoyursan qabağına, sən Allaha yox, torpağa boyun əyirsən, sən torpağa pərəstiş edirsən, torpağın Allah qərar vermirsən, məbud qərar vermirsən, bu, əgər bilə-bilə deyibsə alçalıqdır, bilmirsə, biz onu başa salırıq. Birinci cavabımız budur. Səcdədə məqsəd niyyətdir. Mənim niyyətim kimədir? Allaha səcdədir. Yoxsa Allah uzaq eləsin. Nauzubillah. Biz qardaşlarımıza belə demirik. Biz sizə deyirik, siz xalçapərəstsiniz, palazpərəstsiniz, hara gəldi başınızı qoyusunuz. Sizin niyyətiniz nədir? Allah. Sən çox uzağı mənə bunu deyə bilərsən. Öz fikri əsasən. Mənim səcdəm batildir. Mənim namazım batildir. Amma sən mənə deyəsən ki, mən Allaha yox, torpağa boyun əyirəm. Bu, ittiham və töhmətdir. İnsanlar niyyətdən asılıdır. Boyun əyəndə niyyətimiz kimdir? Allaha səcdədir. Biz Allaha səcdə edirik. Amma alnımızı nəyə qoymaqla səcdə edirik? Torpağa. Bunu da özümüzdən eləmirik. Sizin kitablarınızda var. Peyğəmbər də buyurub ki, səcdə vaxtı. Səcdə Allahadır. Amma alnımızı hara qoymalıyıq? Torpağa qoymalıyıq. 2. Belə ittihamları vurmağın ən böyük ittihamı hətta qərblilər, kafirlər bizə vurublar. Hamımız üzü hara namaz qılırıq? Qibləyə. Allah qismətləsə gələsiniz həccə. Həccin özündə daha qiblə məfhumu yoxdur. Hamısı Kəbə evinə tərəf durur. İndi biz Kəbənin qabağında əyilir. Bir evdir, kvadrat. Düzdür? Biz Kəbənin qabağında əyilir. Kimə əyilir? Allaha əyilir, əhsən. Allaha əyilir. Amma niyyətimizdə Kəbənin qabağında əyilir. Biz Kəbəyə yox, Allaha əyilir. Kəbə bizim nəyimizdir? Qibləmizdir. Niyə? Quran bizə deyib. Peyğəmbər də deyib ki, namaz qılanda üzü qibləyə qalın. Amma niyyətimiz həzdə kimədir? Biz onda xaricilər də bizə deyirlər ki, siz nədir bu qara evə? Var. Gəlin tarixi oxuyun, deyirlər, qara evi qoyublar, onlar Allaha yox, qara evə. Nauzubillah, özdə ona nə deyirlər? Beytullah, Allahın evi. Nauzubillah, Allah üçün ev də tikiblər, Allah evdə sakin deyiliblər. Baxın kafirlərin, müsəlmanlara etdiyi iddiamlara. Biz onda, onlar onda bizə düz deyirlər də. Çünki biz kimin qabağında əyillik? Evin qabağında əyillik, nauzubillah. 3. Harda görsənib? Heç bütpərəstlərdə də görsənməyib ki, bir nəfər öz Allahına, bütünə, alnının onun üstünə qoysun. Hindistanda, Afrikada, keçmiş ərəblərdə, Peyğəmbər dövründə hamısı bütü qoyurlar qabağını, bütün qabağında əyilirdilər. Bəlkə belə deyil. Görünüb ki, adam Allahın üstünə səcdə eləyir, nauzubillah, öz məbudunun üstünə səcdə eləyir. Burada məntiq var. Diqqətlə düz. Heç yerdə görsənməyib ki, tutalım lap belə, nauzubillah, əstəğfirullah, sizin fikirsə biz möhrə səcdə edirik, möhrə baş ayırıq. Belə şey görsənib ki, adam öz məbudunun üstünə gedə səcdəyə. Heç Hindistanda belə şey yoxdur. Peyğəmbərin dövründə belə şeylər olmayıb. Bu, töhmətdən və böhtandan başqa bir şey deyil. Hər halda ixtilaflarımız bir-birimizə töhmət, böhtan atmaya səbəb olmamalıdır. Necə ki, əhl-i sünnə qardaşlarımızın özünün də bəzi aralarında ixtilaflar var. Məsələn üçün, aya səcdədə burun qoyulmalıdır ya qoyulmamalıdır? Bunun barəsində əhl-i sünnə qardaşlarımızın özünün ixtilafı var. Maliki ilə Hənəflər arasında ixtilaf var. Bəziləri deyir, burnu qoymaq vacibdir, bəziləri burnu qoymaq savabdır. Aydındır. Məsələn üçün, bizim də əqidəmiz budur ki, burnu qoymaq savabdır. Əsas alındır. Başqa bir sual budur ki, siz deyirsiniz, alnı qoymaq lazım. Niyə 7 üzvü qoymursunuz? Əgər alnı qoyursunuzsa, deyirik, biz yenə də deyirik, Peyğəmbərə tabiyik. 1. Peyğəmbərin hədislərində Peyğəmbər işarə vurdu, bundan qabaq da diyor. Hara qoyulmalıdır? Peyğəmbər əli ilə işarə vururdu. Hara? Alın, alın. 2. Soyuqda Peyğəmbər namaz qılanda bütün bədən üzvlərini örtdü, amma alnın örtmədi. 3. Bir nəfərə namazı öyrətdi. Tez-tez namaz qıldı, Peyğəmbər deyirsən, belə namaz qılma. Gəl sənin namazı öyrət, namazı belə qılarsan. Peyğəmbər ona deyir ki, gedirsən rukuya, qalxırsan, gedirsən səcdəyə. Səcdəyə gələndə Peyğəmbər burada alnını qoysan hara? Torpağa. Peyğəmbər torpağa. Demədi, əlləri bir də, ayaqları bir də, dizləri bir də, baş barmaqları bir də qoysan torpağa. Haran qoysan torpağa? Alnını qoysan torpağa. 4. Öz alimləri,
O hədislər ki var, Peyğəmbərdən nəql olunub ki, səcdə 7 üzvlə olub, özləri deyiblər ki, səcdə 7 üzv deyəndə dizlərlə ayaqlar nəzərə alınmır. Alın və əl nəzərə alınır. Alın və əl. Kimdir o? Bundan qabaq alimlərin bir neçəsini demişdik. Şərh-i Umdətül Əhkam, 1-ci cild 225-ci səhifə. Baxa bilərsiniz. Əhlüsünnə alimləri özlədir ki, Peyğəmbər ki buyurub, səcdə 7 üzvlə olmalıdır. 1, 2, 3, 4, 5 diz, 6, 7 ayaqlar. Buyurublar ki, bu hədis ki, Peyğəmbər deyib 7 üzvə, məqsəd ancaq əllərlə haradır? Alındır. O bir üzvlər deməyiblər bizə. Axırıncı dəlimiz sizə. Qardaş, yoxdur, siz eləyin. Biz eləmirik, bayaq deyilir, biz eləmirik. Siz eləyin də, demirsiniz, siz tək qəbul edin, alnınızı qoyun torpağa, alından əlavə haran qoyarsınız? Əllərinizi də qoyarsınız. Amma biri-birimizə təhqir eləməyək. Axırıncı mövzu budur ki, sual verirlər ki, niyə məxsusu özündən mühür götürürsünüz? Hələ məscidlərinizdə torpaqlar belə olsun, torpaq yerləri saxlayın, verirlər, məsələn, bəzi suallar verirlər. Özündən torpaq götürürsünüz. Əvvəla bunu öz başına eləmirik, sizin də öz kitablarınızda var, filan kəs gəmiyə gedəndə özünə, bundan qabaq dedik, torpaq götürürdü. Bunu ona görürlər ki, birinci budur, qoy üstümüz batmasın. Necə ki, Ömər əmr verdi, gətirin nəsə tökün məscidə, kəsək tökün, cəmaatın üstü batmasın. Biraz su qatırıq, onu möhür formasına salırıq, onun üstündə namaz qılırıq. 2. Asanlıq olsun bitsin. Biz ona görə eləyirik. Necə ki, biz əgər geçsək bir yerə, həmin yerdə döşəmənin özü düzgün olsa, biz heç də möhür qoymuruq. Allah qismət eləsin, həccə gedəsiniz. Həccə gedənlər bilirlər. Həcdə Kəbə evinin içində xalça döşənmir. Bunu bilin. Şəkillərə də baxa bilərsiniz. Ancaq ora nədir? Mərmər daşıdır. Biz də elə orada səcdə eləyəndə, bizim işləri səcdə eləyəndə hamısı alnını hara qoyurlar? Həmin o daş mərmərə qoyurlar. Daha ehtiyac yoxdur ki, ora torpaq gətirsinlər. Kim də torpaq qoysa bizim alimlərimiz deyirlər, özünüzlə ora torpaq aparmayın, ehtiyac yoxdur. Sabah getdim meşəyə, bir yerə istirahət etməyə, namaz vaxtı yetişdir, lazımdır, gedib evdən möhür gətirək. Meşədə elə olan torpağın üstünə biz səcdəni eləyirik. Birimizi niyə ittiham eləyək? Xüsusi möhür məscidə gətiririk, ona görə ki, məscidlərimizdə toz torpaq olmasın, əllərimiz batmasın, paltarlarımız batmasın. Su qatırıq, xüsusi möhürlər hazırlayıq, üstündə namaz qılırıq. Aydın oldu. Necə ki, bu günləri 9 mərtəbə binalar var. Düzdür. Neçə mərtəbə? İndi bir nəfər namaz qılmaq üçün düşməli, 9 mərtəbədən aşağıda namaz qılmalıdır. Nə edir ki o? Həmin möhürlər ki, hazırlanıb, ondan alır, gedir orada namazın, qılır. Tək onun namazı düzgün olsun. Deyirlər ki, bəs bu möhürlərin üstündə yazılar yazılır. Bu yazılar nədir? Möhürlərin üstündə yazı yazmaq batil deyil ki. Sən tutalım, bir dənə xalçanın üstündə bir yazı yazılır. Getdin onun üstünə səcdəyə. Bəlkə sənin səcdən batildir? Yox. Möhürlərin üstündə nə yazılır? Ya yazılır, səcdədə elən zikr var. Subhanə Rabbiyəl əla və bihəmdi. Düzdür? Ya da orada yazılır ki, bu türbət Kərbala türbətidir. Kərbala türbətinin bəhsinə gələcək, geniş. Yazılar budur. Yazılar nazübillah, Allaha zid bir, Allahın tohidinə, Allahlığına şirk qoşacaq bir kəlmə orada yazılmır. Yazılsa onda bəli. Axırıncı ev yoxdur. Siz elə torpaq götürün ki, üstündə yazı yazılmasın. Tək amma neyin? Peyğəmbər dedi ki, başınızı torpağa qoyun. Axırıncı bəhsi. Mən axırıncı bəhsi belə eləmək istəyirəm. Qardaşlara yenə də bir daha xatırladıram. Müsəlmanların birliyi, mühüm məsələlərdən sadəcə bəzən qarşı tərəfə biz bunu deməliyik, gəlin qardaşlıq eləyək. İttiham, töhmət vurmayaq. İttiham töhmətə qalsa, biz bir neçə işləri eləyə bilərik. Amma bunları eləməməliyik. Sadəcə mən burada xatırlama kimi verməliyəm sizə. Torpağa səcdə olmaz. Peyğəmbərin buyurduğu torpağa səcdə etmək olmaz. Bu qədər hədislər var kitablarınızda. Amma baxırıq əhl-i-sünnə qardaşlarımızda səcdə ilə bağlı 2 dənə problemli şey nəql ediblər. Ümidvar ki, bunlar yalan olsun. Amma əlimizdə kitablar var, sübutlar var. 1. Təhavi Hənəfi, Muxtasar-ı İxtilaf-ül Üləma kitabında Əbu Hənifədən nəql edir ki, insan səcdə eləyən zaman alın yeri nəcis olsa da alnını qoya bilər. Nə oldu? Alnı murdar, nəcis olan yerə qoymaq olar. Torpağa, pak torpağa bizim üçümüzü qoymaq olmaz. Biz yenə də deyirik. Biz ixtilaf yaratmaq istəmirik. Sadəcə qarşı tərəfə sualımız budur. 2. Əhl-i-sünnə qardaşlarımız 2-ci xəlifə Ömərdən hədis nəql edirlər. Ömər cəmaata üzün tutdu. Müxtəlif hədisləri var. Mən bir formasını deyirəm. Cümə günü məsciddə cəmaat çox olur. Yer olmadıqda sən alnını yerə qoysan, səcdəyə qoysan, alnını səcdə eləndə qardaşının belinə qoy. Harasına qoy? Belinə qoy.
Üzr istəyirəm, bəzi hədislər düzgün tərcümə arxasına qoydu. Mən indi bel dedim. Arxasına qoy. Bu hədisi kim nəql eləyib? Mən bir mənbələri deyirəm. Daha kitabları gətirə bilmədim. Çoxdur onlar. Musnəd-i Tiyalisi 1-ci cild 13-cü səhifə. Musannəf Abdurrazzaq 1-ci cild 398-ci səhifə. Musannəf İbn Əbi Şeybə 1-ci cild 237-ci səhifə. Musnəd Əhməd Həmbəli məzəbinin banisinin kitabı var, Əl-Musnəd. Onun özündə bu nəql olunub. Ömər dedi, sizdən biri səcdə edəndə yer tapmasa başını qoymaya, alını hara qoysun, üzr istəyirəm, qardaşının arxasına qoysun. Hədis səhihdir. Deyirlər, bir səhih düzgündür. Belə şey yoxdur Ömərdən. Mən deyirəm sizə. Xülasətül Əhkam fi muhimmat-ı sünəni və qavaidil İslam. 2-ci cild 815-ci səhifə. Beyhəqidən nəql edir. Bu hədis səhihdir. Tuhfətül Muhtac 529 səhifə. Beyhəqidən nəql ki, hədis Ömərdən səhihdir. 3. Əhl-i sünnənin, daha doğrusu vəhhabilərin, sələflərin müasir alimlərdən, əlbəttə yeni dünyasını dəyişib, Nasirəddin Əlbani Tamamül Minnə kitabında 1-ci cild 341-ci səhifədə deyir ki, Ömərdən nəql olunan bu hədis 2 cürdür, birinci növü səhihdir. Deməli, səcdəni bir insanın arxasına qoymaq olur, nəcisə qoymaq olur, amma Allahın bu paç torpağına qoymaq olmur. Qoyanlar müşrik çıxır, birimizi ittiham eləməyək. Sonda yenə bir daha xatırladırıq, ixtilaflar düşmənçiliyə səbəb olmamalıdır. Bu, şəriətdə olan bir məsələdir. Hər kəs araşdıra bilər. Əhl-i sünnə qardaşlarımızla biz birliyimizi qorumalıyıq. Sadəcə bunları ona misal vurduq ki, bir-birimizi ittiham eləməyək. Xüsusən o ağır ittiham ki var, bizə vururlar ki, siz Allaha yox, möhrə pərəstlik edirsiniz. Biz deyirik, belə ittihamları birimizə vurmayaq. Məsələn, mənim əqidəm budur ki, heç biri əhl-i sünnə indi hal-hazırda nəcisə, səcdə eləmir. Amma öz kitabları da bunu nəql ediblər. Arxaya səcdəni internetdə baxa bilərsiniz. Gedin, internetdə baxın, mən də sizə göstərə bilərəm. Daha burada kadr yoxmuş göstərək. Kəbə evində, yaxud da bəzi məscidlərində çox insanlar olanda orada arxaya səcdə edirlər. Amma biz yenə də deyirik ki, qardaşıq, birbirimizi ittiham eləməyək. Əsas odur ki, bugün birliyimizi qoruyaq. Müsəlmanların birliyi böyük mühümdür. Allah'ın verib Peyğəmbər əhl-i beytinə, Pərverdigara bizləri Peyğəmbərimizin şəriətinə düzgün əməl edənlərdən qərar verir. Salavat zikr eləyək.